Dedik ki, komandanın əsas heyət oyuncusunun sayı 11-dir. Komanda istəsə, əsas heyəti olaraq 10 nəfərlə də meydana çıxa bilər. İstəsə 9 nəfərlə də meydana çıxa bilər. İstəsə 8 nəfərlə də çıxa bilər, 7 nəfərlə də çıxa bilər. Əsas heyət oyuncusu maksimum 11, minimum 7 nəfərlə meydancaya daxil ola bilərsən. Digər idman oyunlarında bu cür deyildi. Mütləq 5 və yaxud da 3 və yaxud da 6 idmançı olmalıydı ki, oyun baş tutsun, yarış baş tutsun. Dedik ki, 6 nəfərlə nə meydancaya çıxa bilərik, 6 nəfərlə nə meydancaya daxil ola bilərik. Yəni buna görə oyunun başlanmağına icazə vermir, əgər 6 oyuncu ilə gəlmişiksə. Və yaxud da ki, 6 oyuncu ilə oyun zamanı cəzalanıb 6 oyuncu ilə qala bilmərsən. Yəni, bu 5 oyuncu deyək ki, cəzalandı və yaxud da ki, heyətin hər hansısa bir qayda pozuntuları zamanı oyuncular zədələndi, oyundan çıxdı, ehtiyat komandada zədələnən zaman onları əvəz edəcək oyuncu yoxdursa, yəni 6 oyuncu ilə